Rəhman və Rəhim olan Allahın adıyla. Bəzi vaxtlarda sual verirlər ki, İslam dini Novruz bayramı haqqında nə deyir? Ümumiyyətcə biz Novruz bayramının tarixinə baxsaq, Novruz bayramının tarixi görərik ki, İslamdan əvvəlki zamanlara gedir, çıxır. İslamdan əvvəlki zamanlarda insanların arasında bəzi qaydalar olub, adətlər olub, bəzi ayinlər olub ki, İslam dini gələndən sonra onların heç də hamısını məhv eləməyib, onların bəzilərini saxlayıb. Məsələn, biz bilirik ki, İslam tarixini oxuyanda görürük ki, o zamanlar Ərəbistan yarımadasında insanlar, tayfalar bir-birindən döyüşərmişlər, daim müharibə halında olarmışlar. Bəzi vaxtlarda bu müharibələr çoxlu qanqadalarla ötərmiş. Həmin bu zamanlarda bunlar özləri üçün bir qayda qoyurlar. Bir qayda qoyurlar ki, məsələn, ilin 4 ayını bunlar müharibə etməyəcəklər və o zamanda müharibə etmək qadağan olunub. Yəni, haram sayırdılar özləri üçün. İslam dini gələndən sonra bəzi qaydaları ki, köhnədən var idi, qədimdən insanların arasında var idi, həmin o qaydaları saxladı. Çünki bu qaydalarda yaxşılıqdan başqa bir şey yox idi və həmin o 4 ay ki, onlar özləri üçün haram eləmişdilər, İslam dini həmin o 4 ayı da saxladı. Eyni zamanda Novruz bayramı haqqında da bəzi məsumlardan hədislər bizlərə gəlir çatır. Həmin o hədislərdə də soruşurlar ki, bu Novruz bayramı nədir, Novruz bayramını etmək olarmı? Bu kimi suallar qarşıya çıxır və həmin bu sualları cavablandırırlar. Cavablandırırlar zamanda soruşurlar ki, bu bayramda nə edərlər? Bu bayramda insanlar hansı adətləri üstün tutarlar, nə iş görərlər və onlar üçün sadalanır bir-bir ki, küçüllər barışarlar bu bayramda. Bu bayramda insanlar biri digərinə hədiyyələr verərlər, biri digərinə xoş münasibətdə olarlar və o zamanda məsumlarımız bu bayramı təsdiqləyiblər. Bu zamanda biz görürük ki, Novruz bayramının heç bir İslam dinindən bir problemi yoxdur. Sadəcə olaraq bəzi insanlar bunu yanlış anlayırlar, yanlış başa düşürlər və yaxud da yanlış təsəvvürlər onlarda bu bayramın haqqında var. Bu bayram bizim milli bayramımızdır. Milli bayramımız olmaqdan əlavə eyni zamanda həm də mənəvi bayramdır. Milli bayramımız, adətimizdir, biz bu bayramı qeyd edirik. Amma mənəvi bayram da o cəhətdəndir ki, bu bayramda mənəviyyatdan başqa bir şey yoxdur. Məsələn, insanlar biri digərinə qohum-əqrəbə, biri digərinin evinə gedib gələrlər, biri digərinə münasibətdə olarlar ki, İslam dinində məhz elə bunu insanlara tapşırıb, müsəlmanlara tapşırılıb ki, silə rəhim deyirlər İslamda buna. Və yaxud da küsüllər barışarlar, İslam dini möminlərin, müsəlmanların biri digəri ilə küsülü qalmağına razı deyil, buna qarşıdır ki, bizim hədislərimizdə bu gəlib bizə çatıb. Və yaxud da, məsələn, hədiyyələr alarlar, bir-birlərinə yaxşılıqlar eləyərlər, biri digərinə köməkliklər eləyərlər ki, bu da İslam dininin şərtlərindəndir, müsəlmanların şərtlərindəndir, Allah bəndələrinin şərtlərindəndir ki, bu bayramda bunlar qeyd olunur. Biz görürük ki, İslam dini bu bayramı inkar eləmir, bu bayramla heç də təzad təşkil eləmir və təzad təşkil eləmədiyi halda biz bu bayramı qeyd eləyə bilərik. Qeyd elədiyimiz zamanda da İslamın gözəlliklərini yaşatmış oluruq. Həm milli, həm mənəvi dəyərlərimizi yaşatmış və gələcək nəsillərə ötürmüş oluruq. Bayramımız mübarək olsun, əziz Azərbaycan xalqı.